Məişətdə istifadə etdiyimiz təbii qazın xüsusi qoxusu olmadığından ona pis qoxulu adorant adlanan maddələr qatırlar. Bu maddələrə misal olaraq metil merkaptan və etil merkaptanı misal göstərmək olar. Bu maddələri təbii qaza qatdıqda onun sızması hiss olunur və təhlükəni əvvəlcədən önləmək olur. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. Sizin dəstəyiniz bizim üçün böyük motivasiyadır. Pis qoxunu aradan qaldırmaq üçün istifadə olunan maddələr deodorant adlanır. Bu məhsulların tərkibində antibakterial vasitələr, əsasən etil spirti və triklazan, həmçinin xoş qoxu əldə etmək üçün müəyyən efirlər, nəmləndiricilər, həmçinin təbii vasitələrdən soda, nişasta, eləcə də çay ağacı yağı kimi antibakterial vasitələr də istifadə olunur. Deodorantlardan fərqli olaraq antiperspirant vasitələrdə isə tər əleyhinə istifadə olunan maddələrdən də istifadə olunur. Buna misal olaraq alüminium duzlarını misal göstərmək olar. Bu duzlar tər vəzlərinin yolunu tutur və tər ifrazını azaldır. Bu vasitələrin həddindən artıq istifadəsi sağlamlıq üçün müəyyən problemlər törədə bilər. Məlumatların davamı üçün videonu bəyənməklə bizlərə dəstək olmağı unutmayın.